Babək abi, buzovnada bu qiymətə tarixən ev olmaz. Olmaz qardaş. Bir dənə məhəlləni götürsən canı. Bax, gördüyün yol mərkəzi yoldur. Ən elitini bir ərazi, da bu ərazidə kimlər yaşayır? Geniş məhəllə, bülbül, gül, nə bilim, quşların səsi. Gəl inşallah. Bunun torpağını hesablasan, yəni burada torpaq çox bahadır. Deyirəm, qiymət 9 sotdur, yəni 30 minə bu ərazidə torpaq yoxdur. Bax abi, burada ehtiyat süçəni var. Buranın eyniyib, bağlı, baxtı eləyib. Burası bunun gözəl belə bisetkasıdır. Babək abi, əsl şəxsi tikili. Yəni bu qiymətə gedirlər Mərdəkanda, yappa, basırıq yerdə evlər girib bir-birinə ev alırlar. Bax, ev alanda deyir, belə ev al. Bir dənə səncən oranı da götür belə. Sənətdə 9-dur, amma artığı var. Yəni sənətdə 9 paket kupçadır, amma ki artıq var. İndi onu da gələndə izah eləyər. Hamısı beton, monolit, kalon, da ev sahibi deyir, mən bura pul qoymuşum. İndi bir dənə içərdən göstərim sizə. Dostlar, şəxsi tikilidir, ətraf hamısı villalardan ibarətdir. Bir daha təkrar eləyim valla, buzovnanın ən bahalı, ən gözəl bir yeridir. Yəni buzovnada buradan elitini yer axtarmayın. Sakit bir yer. Abi baseyninə bax, heç istifadə olunmuyor. Bax, belə geniş baseyni var. 0 kilometrə. Hə, evimiz bir neçə deyək ki, il öncə tikilmiş evdir. Elə təmir eləyib ki, elə bu gün qoyubsan qalıb. Burada manqal xanasıdır. Bura qazanxanası, kombi xanası, sanitar qovşağı, xırda detallarda keçir. Evin paket kupçadır, ipoteka, kredit hər birinə yararlı. Dostlar, ideal bir dənə qiymətdir. Qapılarından hamısı istipoldur. Belə istipol. Abi, burada nədir? Belə geniş qonaq otağıdır. Vay maşallah. Abi, otaqları say. Sən də say görüntüdən otaq çıxır. Abi, belə bir. Bu bunun mətbəxtin genişliyinə, laminatına qədər dostlar, hamısı bahalı materialdır. Bax, həqiqətən burada ucuz heç nə axtarmayın. Yəni, ən bahalı materiallardan istifadə olunur. Burası bizim, abi, sanitar qovşağına bax. Dizayn ideal, tam fərqli bir evdə. Oxşar da yoxdur gözəlin. Bax, burada belə yataq otağıdır. Birinci mərtəbədə 2 dənə yataq otağıdır. Bax, bu belə geniş ikinci yataq otağıdır. Qalxaq, dostlar, hara qalxırıq? İkinci mərtəbəyə. Şəhərə gedən marşrut xəttlərini də göstərdim sizdən. Onlar bir 100 metr məsafə. Hər halda bunu alan, inanmıram marşrutdan istifadə edər. Ha, abi, yoxsa eləyəcək? Onu deyirsən, ona qəribə baxıram ki, yəni marşrut. Burada mərmərdir abi, hamısı. Nə gözəl, ay. Nə gözəldir, həqiqətən gözəldir. Qoy bir pilər çıxın belə, geniş qaldı. Abi, həqiqətən deyib canalı. Moşunu, dostlar, top dağıtmaz ev, valla topa. Ortaları belə, ikinci mərtəbədə ortalar belə qoşadı, top dağıtmaz evdir. Burada belə, buranı eləyib, qonağın zad olanda bir kirən divan qoyursan, oturursan, burada dincəlirsən, burada dincəlirsən. Ay maşallah. Maşallah, dincəlməyə o qədər yeri var. Abi, belə sanitar qovşağıdır. Dostlar, ideal rəqəmdir. İnanın ki, buzovna üçün çox əla rəqəmdir. Burada bir belə yataq otağı. Abi, buranı da çək bir dənə də buna bax. Ortalar belə hamısı qoşadır. Burada belədir. Burada da bir dənə sanitar qovşağı var. 6 dənə otaq toxşur. Ha, maşallah, nə bilim Allaha. Yataq otağı 6-dır, 7-dir. 2 dənə aşağıdadır. Burada neçə dənə? 1, 2, 3. 2 əldə o da 4. 5. 5-6 dənə dostlar yataq otağı var. Bu da yataq otağıdır. Abi, bu otağı da çəkdim hər halda. Hə, dostlar, buzovnadadır. Buzovnanın ən elitini, ən samballı bir yerindədir. Qiymət olaraq burada torpağını vursan elə torpağı 300 min pul edir. Bu boyda əmlaka görə 380 min pul istəyir. Satışa çıxardı, amma real müştəriyə yenə də endirim var. 385 min manat. 050 798 98 99 inanın ki, başımla cavab deyəm. Ev top dağıtmaz ev. Takibat buraya yazın.